Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lemin. Və sallallahu ala Muhammedin və alihi təyyibin tahirin və la'nud daimu ala adaihim ecmaîn. Vəhhabilərə bir neçə suallarımız var. Hansı ki, vəhhabilər tez-tez bu cümlədən istifadə edirlər ki, bəs Peyğəmbər sallallahu alayhi və alih Xeybər günü Mu'təni qadağan etmişdir. Özü də bu rivayəti çox maraqlıdır ki, Həzrəti Əlinin adından rivayət edirlər. Rivayət deməli Səhih Müslimdə. Səhih Müslimdə bu çapla 2-ci cild 1028 nömrəli səhifə 1028-də keçir. Deməli, hədis belədir. Biz indi bu rivayəti oxuyub və rivayətdəki ziddiyyətləri inşallah ki, izah edəcəyik. Və isbat edəcək ki, bu hədis Həzrət Əlinin adından uydurulub, Əməvilər tərəfindən. Müslim, Buxari, yəni bu kəslər Əməvi nökərləri kəslər olub. Deməli, hədis belədir. Deyir: وحدثني أبو طاهر وحرملة ابن يحيى قال أخبرنا ابن وحب أخبرني يونس أن ابن شهاب أن الحسن وعبد الله ابن محمد ابن علي ابن أبو طالب عن أبيهما أنه سمع علي بن أبي طالب يقول لابن Abbas. Bu sənəddir. Gördüyünüz kimi Həzrətinə rivayət edirlər. Deyir ki, mən deyir Həzrət Əlinin İbn Abbasa belə dediyini eşitdim. Həzrət Əlinin İbn Abbas'a belə dediyini eşitdim. Nəhə Rasulullah sallallahu alayhi və alih an mu'tatin nisaa yawma Xeybər və an aqli luhumul humurul insiyyə. Rasulullah Xeybər günü qadınlarla yəni müvəqqəti nikahı və ev eşşəyinin ətini yeməyi qadağan elədi. Bu cürdür rivayət. Sonra yəni açıq-aşkar burada görürük ki, Həzrət Əli İbn Abbas'a deyib ki, Rasulullah mu'tanı siğəni, bildiyimiz siğəni qadağan edib. Amma biz elə həmən Səhih Müslimdə 1026 nömrəli hədisdə nə oxuyuruq? Fəqad əxrəcə Muslimun fi səhihi ən Abdullah ibn Zubeyr qamə bi Məkkətə fəqal innə unəsən ə'məllahu qulubəhum kəmə ə'mə əbsərəhum yuftuna bil-mutah yu'arridu bir-rəcul fərəculu Huwa İbn Abbas kəmə zəkərə Nəbəvi fi şərhi Səhih Müslim. Deməli, Abdullah ibn Zübeyirdən Məkkədə deyir, ayağa qalxıb dedi ki, elə insanlar var ki, Allah onların gözlərini kör etdiyi kimi qəlblərini də kör eləyib. Deməli, bu insan kimdirsə, gözləri kördür. Bir mutəyə fətva verirlər. Deyirlər ki, mutə, yəni müvəqqəti nikah halaldır. O bununla bir kişiyə işarə edirdi. Həmən kişi, Nəbəvinin dediyinə görə, həmən kişi Nəbəvi Səhih Müslim şərhində deyir ki, bu kişi İbn Abbasdır. Hətta bu İbn Abbasın ömrünün sonlarına təsadüf edir. Gözləri çünki burada kördür. Və İbn Abbas ona səslənərək deyir ki, فَنَعْدَهُ فَقَالْ إِنَّكَ لَا جِلْفٌ جَافٍ فَلَا أَمْرِ لَقَدْ كَانَتِ الْمُتَعْةُ تُفْعَلُ عَلَى أَحْدِ إِمَامِ الْمُتَّقِينَ يُرِيدُ رَسُولِ اللّٰهِ sallallahu alayhi və alih. Deyir, İbn Abbas ona səslənərək deyir ki, kobudcasına. Deyir, sən cahilsən. Canıma and olsun ki, müttəqilərin imamının Allah Rasulunun dövründə edilirdi. Müttəqilərin imamı deyəndə İbn Abbas Allah Rasulunu nəzərdə tutur. Və fəqalə ləhu İbn Zübeyir fəcərrib nəfsəkə fəvallah la in fəəltəhə la ərcumənnəkə biəccərikə. İbn Zübeyir deyir ki, vallah deyir, əgər bunu eləsən, səni öz daşlarımla rəcm edəcəm. Yəni zina hökmü kimi də, yəni belə bir şey. Demək, biz görürük ki, bu rivayətin zahiri açıq-aydın göstərir ki, İbn Zübeyir öz hakimiyyəti dövründə İbn Abbasa söz atmışdır. onun öz üzərində yoxla deyir. İbn Abbasa deyir ki, öz üzərində yoxla. Vallah deyirsən, bunu eləsən, səni rəcm eləyərəm. Yəni, İbn Zübeyir İbn Abbasa deyir ki, mutə halalsa öz üzərində yoxla. Amma deyir, yoxlasa səni rəcm eləyəcəm. Yəni, zinə hökmü kimi də, yəni. Yəni, İbn Zübeyir öz hakimiyyəti mövqeyindən çıxış eləyərək, əgər mutələsə səni rəcm eləyəcəm, təhdid eləyir. Həmçinin bu sözün İbn Zübeyir tərəfindən deyildiyi vaxt İbn Abbasın kör olması da buna sübutdur ki, o ömrünün sonlarında kör olub çünki. Elə bir ki, ömrünün sonlarına yaxın. Amma biz deyirik, əgər Müslimin birinci rivayəti iddia elədiyi kimi İmam Əli əleyhissalam İbn Abbasa mutə nikahının haramlığı və Rasulullahın Xeybər günü onu qadağan eləməsi barədə xəbər vermişdisə, nə üçün İbn Abbas onun halallığına dair sözündən dönmədi? Əksinə bu fətvasına israr eləyib. Ömrünün sonlarında da mutəyə fətva verir, rivayətdə gördüyümüz kimi. Məsələ bir neçə haldan xali deyil.
Sualımızı veririk, inşallah ki cavab verərlər. Birincisi, ya Əli əleyhissalam İbn Abbasın yanında etibarlı biri olmayıb. Çünki Əli əleyhissalam Rasullahdan xəbər verib. Əgər bu rəvayət doğrudursa, o zaman İbn Abbas Əli əleyhissalama etibarlı bir adam saymayıb. Buna görə də mutanın haramlığı barədə ondan nəql olunan rəvayəti təsdiqləməyib. Bu isə sahabələrin adilliyi prinsipini məhv edir. İkinci nədir? İkinci, ya da ki, İbn Abbas Əlidən Allah Rəsulunun bunu haram eləməyinə baxmayaraq, bu haramı rədd edib. İnatkarlıq və təkəbbür göstərib. Onun halallığına israr edib. Rasulullah haram eləyib, İbn Abbas da bunu eşitdiyib, amma deyir ki, yox, Rasulullah haram eləyib, mən halal deyirəm. Bu İbn Abbası kafir eləyər. Bu da həmçinin sahabələrin adilliyi prinsipin sarsıdır. Üçüncü nədir? Üçüncü, ya da ki, Mutənin haramlığı barədə Əlinin İbn Abbasa xəbər verdiyini deyən birinci rəvayət İmam Əlinin adından uydurulmuş yalandır. İndi görəsən, Əhl-i Sünnə vəl Cəmaənin nümayəndələri buna hansı cavabı verəcəklər? Və maraqlıdır ki, bizim daha bir rəvayətimiz var. Çox maraqlı. Deməli, Abdurrazzaq Əs-Sənəni özünün Müsənnəf kitabında An İbn Cüreyc ən A'ta qal. Deməli İbn Cüreycdən, o da A'tadan li əvvəli mən səmi'tu minhu el-Mu'ta Səffən İbn Ya'lə qal. Səffan İbn Yahyadan deyir ki, Mu'ta nikahı barədə. Əxbirni ən Ya'lə ənə Muaviyyətə istəmtə'a bi imra'ətin bit-Taif fəənkərtu zəlikə aleyhi. Deyir ki, mənə deyir Ya'lədən xəbər verdi ki, Muaviyyə Taifdə bir qadınla Mu'ta eləyirdi. Mən isə bunu ona irad tutdum. Yəni qəbul eləmədim. Fədəxəlnə alə İbn Abbas fəzəkərə ləhu ba'duna fəqalə ləhu na'am. Sonra deyir İbn Abbasın yanına getdim. Elə bil ki, Muaviyyəni görüb həmin bu adam. Görüb ki, Muaviyyə Mu'ta eləyir. Taif vaxtı. Yəni Taif və Muaviyyə nə vaxt girib? Rasulullahın vəfatından çox-çox sonra. Deyir, mən gördüm ki, Muaviyyə Mu'ta eləyir bir qadınla. Buna irad tutdum. Qəbul eləmədim. Dedim ki, bu iş haramdır. Deyir, bu işi dəqiqləşdirmək üçün getdim İbn Abbasın yanına. Fədəxəlnə alə İbn Abbas. Daxil oldum İbn Abbasın yanına. Fəzəkərə ləhu ba'duna fəqalə. Ona deyir, bu məsələni zikr elədim. Dedim, bəs Muaviyyə Mu'ta eləyir, bu halaldır yoxsa haram? Fəqalə ləhu na'am. Bəli, halaldır. Heç bir problem yoxdur. İbn Abbas deyir bunu. Fələm yaqqur fi nəfsi həttə qadimə Cabir ibn Abdullah fəcinəhu fi mənzilihi. Getdim deyir Cabir ibn Abdullahın yanına. Fəsələhu l-qavmu ən əşyəə sümmə zəkəru ləhul mu'tə fəqalə na'am. Cabir dedi ki, bəli, heç problemi yoxdur. Və deyir, biz Rasulullahın dövründə, Əbu Bəkirin dövründə, Ömərin dövründə nə edirdik? Mu'ta eləyirdik. Və işin ən maraqlı tərəfi, Qalə ətə və səmi'tu İbn Abbas yəqul Yərhamallahu Ömər mə kənətil mut'atu illə ruxsətən minallahi azza və cəl. Deyir, həmən bu A'ta deyir ki, ravi deyir ki, İbn Abbasın deyir, belə dediyini eşitdim. Deyir, Ömər Mu'təni qadağan etməsəydi, deyir, Ömər, üzr istəyirəm, deyir, Mu'ta Allahın verdiyi icazədən başqa bir şey deyildi. Rahimə bihə ümmətə Muhammedin sallallahu aleyhi və səlləm fəlləvlə nəhyuhu anhə məhdəcə illə zinə illə şəqi. Bununla Mu'ta Muhammed ümmətinə rəhm kimi göndərmişdi. Allah rəhm eləmişdi. Əgər Ömər bunu qadağan eləməsəydi, bədbəxtlərdən başqa heç kəs zinaya düşməzdi, ehtiyac duymazdı. Bu rəvayətin isnadı səhihdir. Mən xahiş edirəm, əhl-i sünnələrdən buna cavab versinlər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.